İlk bazar günüdür. Hə, ilk bazar gününün xidmət günüdür. Və qarşıda 12 ay. Hə? Və yanvar artıq başlayıb, yanvarla bərabər, çünki yanvarın 4-üdür bu günləri. 365 gün bizi gözləyir. O da inanılmazdır. Bütün il qarşımızdadır və biz qarşıda gələn o günləri, o ayları ümidlə qarşılayırıq. Bizdə o qorxu yoxdur ki, məni nə gözləyir. Amma əslində baxanda biz bilmirik ki, qarşıda biz nə ilə üzləşəcəyik. Biz bilmirik ki, qarşıda hansı hadisələr ilə üz-üzə gələcəyik. Biz bunları bilmirik. Amma bir şeydə biz əminik. Rəbb vəfalı və sadiqdir. Rəbb etibarlıdır. Ona güvənənlər heç bir zaman peşman olmayıblar. Və biz də ona öz belimizi bağladığımıza görə, ona güvəndiyimizə görə heç bir zaman peşman olmayacağıq. Çünki Rəbb vəfalı və sadiqdir və Rəbbin vəfalı və sadiq olması barəsində biz müqəddəs kitabdan öyrənirik. Müqəddəs kitab bizi aşkar edir ki, Rəbbin biz insana olan münasibəti sevgi doludur. Rəbb qayğı göstərən Allahdır və mən istəyərdim ki, biz Zəbura baxaq, 27-ci Zəbura diqqət yetirək, 13-cü, 14-cü ayələrə. Rəbbin xeyirxahlığını dillər arasında görəcəyəm. Buna şübhəm yoxdur. Rəbbə ümid bağlar. Möhkəm və cəsarətli ol. Rəbbə ümid bağlar. Maraqlı sözlərdir, hə? Rəbbin xeyirxahlığını dirilərin arasında görəcəyəm, deyir Davud. Davud deyir ki, mən ömrümü yaşayacam və mən ömür yaşadıqca hər gün Rəbbim mənə xeyirxah olduğunu görəcəyəm. O deyir ki, mən Allahın işlərini öz həyatımda tanıyacam. Rəbb mənə qarşı xeyirxahdır və deyir, buna şübhəm yoxdur. Maraqlı yanaşmadır, hə? O deyir, mənim qətiyyət ilə dediyim söz budur. Mən əminəm, Rəbb xeyirxahdır. Və Rəbb nəinki xeyirxahdır o demək istəyir, nəinki Allaha aid olan dəyişilməz bir keyfiyyətdir. Rəbb mənə qarşı xeyirxahdır. Və deyir, mən ömrümü yaşayacam, Rəbbin mənə olan xeyirxahlığını, yaxşılığını, məhəbbətini öz həyatımda görəcəyəm. Və deyir, mənim buna şübhəm yoxdur. Buna görə Rəbbə ümid bağla. Buna görə Rəbbə ümidini bağla. Möhkəm ol, tərəddüd etmə, cəsarətli ol. Rəbbə ümid bağla. Müqəddəs kitab Allahın varlığını bizə aşkar edir və müqəddəs kitab bizi öyrədir ki, biz Allah ilə ömür yaşamağın nə məna verdiyini anlayaq. Və biz müqəddəs kitaba baxanda biz görürük ki, biz Məsihçi icması kimi bir yerdə toplandığımız kimi, dünyanın hər bir yerində Məsih İsa'ya iman edənlər bu günü digər günlərdən fərqləndirirlər və bu günü xidmət günü kimi bir yerə toplaşırlar ki, bir-birlərinə xidmət etsinlər və xidmət edilsinlər. Biz xidmət edirik və xidməti də qəbul edirik. Bu yolla biz canımızı Allaha bağlamış oluruq. Ruhumuzu Allahın sözü ilə qidalandırmış oluruq ki, biz buradan gedəndən sonra ümidsiz insanlar kimi məni nə gözləyir ifadəsi ilə deyil, möhkəm iman ilə Allah ilə ömrümüzü davam edək. Möhkəm iman ilə tərəddüdsüz, şübhəsiz ürəyimizi Allaha bağlayaraq Allahın xeyirxah işlərini öz həyatımızda görək. Və biz baxanda bu Azərbaycan cəmiyyətlərin adəti deyil və indi müasir cəmiyyətlərin adəti deyil ki, cəmiyyətlər indi bir yığışırlar. Biz görürük ki, müqəddəs kitabda ilk həvarilər, Məsih İsa'nın şagirdləri, onlar Yerusəlimdə cəmiyyəti eyni cür toplayırdılar. İmanlılar bir araya gəlirdilər və bir araya gəlməkdə onların məqsədi var idi. Və bu məqsəd barədə müqəddəs kitabda yazılıb. Baxın, həvarilərin işləri 2-ci fəsil 42-ci ayə bizə nə öyrədir? Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək görməyə və duaya həsr etdilər. Məsih İsa barəsində müjdə həvarilər vasitəsilə yayılırdı. Müjdəyə etiqad göstərib cəmiyyətə qoşulan insanlar var idi. O insanlar
hansılar ki ürəklərində Allah sevgisini yaşadırdılar. Allah sevgisini ürəyində saxlayan insan Məsih İsa barəsində xoş xəbəri eşidəndə o Allahın cəmiyyətinə üz tutur. Ora yol açır ki, orada Allaha aid olan insanlarla bərabər ibadətlərini etsin. Allahın xeyirxah və yaxşı işləri barəsində öyrənsin ki, öz həyatında Allahın yaxşı işlərini tanımağı bacarsın. Nə qədər insan bunu tanımırlar? Nə qədər insan bunu tanımırlar? Mən deyirəm, hər açılan sabah Allahdan bizə verilən hədiyyədir. Kim zəmanət verib ki, biz bu günü yaşamalıyıq? Hər açılan günə görə biz Rəbbə şükür edirik. Rəbb, bu sənin hədiyyəndir. Bu sənə, mənə verdiyin xeyir-duadır və biz Məsih İsa'ya iman edənlər, müqəddəs kitabın təlimini öz həyatımızda rəhbər tutanlar Allahın bu işlərini tanımağa başlayırıq. Və biz deyirik ki, Allahın xeyir-duası həyatımızda çoxdur. Və nə qədər çox Allahın xeyirxah və yaxşı işlərini öz həyatımızda tanıyacağıqsa, o qədər də Allahın bol və yaxşı işlərini görmüş olacağıq. Tanıyaq. Allahın yaxşı işlərini tanıyaq. Və yazılıb ki, 2000 il bundan əvvəl, o da uzun müddətdir. 2 il yox, 200 il yox, 2000 il bundan əvvəl Məsihçi cəmiyyəti bir yerdə toplaşırlar. Yazılıb ki, onlar da özlərini həvvarilərin təliminə, yəni müqəddəs kitabda yazılmış ayələrə, hər şeyə şərik olmağa, necə gözəl sözlərdir, bir-birlərinin həyatına pay almağa, bir-birləri ilə maraqlanmağa, bir-birlərinin yükünü daşımağa, bir-birləri üçün dua etməyə yazılıb burada. Bərabər çörək bölmək üçün həsr olunmuşdular. Çox maraqlı iki sözü vurğulamaq istəyirəm. Birgə və həsr olunmaq. Onlar birgə vaxt keçirmək üçün can atırdılar. Çünki onların düşüncələri üst-üstə düşürdü. Məsih İsa'ya iman edən bizlərin düşüncələri üst-üstə düşür. Çünki biz vahid dəyərləri paylaşırıq. Və həmin o dəyərləri öz ruhumuzda, canımızda bəslədiyimizə görə münasibətlərdə onu göstəririk. Bir-birimizə paxıllıq edənlər deyilik. Əksinə, tam əksinə, aramızda olan hansısa bir nailiyyət, uğur əldə edən üçün nə edirik? Sevinirik, sevincinə şərik oluruq, dəstəkləyirik, ruhlandırırıq, həvəsləndiririk ki, davam eləsin. Bir-birimizə dayaq oluruq, dəstək veririk ki, bir-birimizdə o ilham almağı, ruhlandırmanı əldə edək. Məsihçi cəmiyyətlər bunu bir-birləri üçün 2000 ildir edirdir. Bir yerə toplaşanda qayğı göstərmək, sevgi ilə digərini qüvvətləndirmək. O da məhəbbət nə qədər böyük bir qüvvət verir həyata. Sevilmək və qəbul edilmək. Məsih İsa'nın cəmiyyətinə aid olan hər bir kəs Allah tərəfindən qəbul edilir və onun cəmiyyəti tərəfindən qəbul edilir. Allah tərəfindən sevilir və onun cəmiyyəti tərəfindən sevilir. Ona görə bura gələn hər bir kəs sevilir və qəbul edilir. Fərqliliyə əhəmiyyət vermədən. Fərqliyik. Fərqliliyi bizi qorxutmur. Çünki insanlar istəyirlər ki, bir çox şeylərdə uyğun gəlsinlər, uyğunlaşsınlar. Geyim tərzlərində, zövqlərində, həyat baxışlarında. Allahın cəmiyyətində isə fərqlilik özü gözəllikdir. Fərqlilik özü gözəllikdir. Ona görə Məsih İsa'ya aid olanlar bir yerə toplaşanda onlar özlərini həsr etmişlər. Həsr etmişlər bir-birləri üçün dua etməyə və həsr olunmaq çox ciddi sözdür. O bir fərdi insanın həyatında başlayaraq digərlərinin nümunə olaraq ötürülür və bütün cəmiyyətə aid olan insanlar onlar özlərini həsr edirlər. Vacib tuturlar, önəmli bilirlər və həmin o həsr olunduğu sözə əsasən vahid olan dəyərləri bir-birlərinin həyatında yaşadırlar. Birgə və həsr olunmaq. Birgə və həsr olunmaq. Həsr olunan insan vaxtını, gücünü, istəyini, planlarını şuurlu şəkildə
Allahın iradəsinə tabe etdirir. Ona görə bizim aramızda belə qızıl hərflərlə yazılan sözlər var. Ya Rəbb, mən öz iradəmin olmasını istəmirəm. Sənin iradəni öz arzu istəklərimdən daha vacib bilirəm. Hər duamızda biz bu sözlər ilə Allaha müraciət edirik. Biz həyata baxanda, nəyisə planlaşdıranda, kimi üçünsə hansısa bir xoş söz arzu edəndə biz belə deyirik: qoy Rəbbin iradəsi olsun. Qoy Rəbbin iradəsi olsun. Çünki biz bilirik, bu biliyi müqəddəs kitabdan almışıq. Allahın iradəsi, Allahın bizə olan iradəsi bizim istəklərimizdən qat-qat yaxşıdır. Allahın bizə olan xoş niyyəti daha faydalıdır. Ona görə biz öz arzu istəklərimizi bir pəyandaz kimi Allaha veririk. Və deyirik ki, arzu istəklərimin dahası ilə getmək istəmirəm. Sənin iradəni həyatımda olmasını arzulayıram. Bu səbəbdən vaxtımızı, gücümüzü, səyimizi birgə vaxtda keçirtmək üçün, Allaha özümüzü həsr etmək üçün səfərbər edirik. Bəli, bu Allahın günüdür. Mən Allahın xalqı ilə bərabər olacağam. Bəli, mən dualarımda ancaq öz ehtiyaclarımı səsləndirməyəcəm. Ətrafımda olanların ehtiyaclarına biganə qala bilmirəm. Qala bilmirəm. Mən başqaları üçün də dua edəcəm. Allaha vəsatət edəcəm. Allaha yanımda olanlar üçün, ehtiyaclarını bildiyim insanlar üçün vəsatət edəcəm. Onlar özlərini bərabər vaxt keçirdərək birgə çörək bölməyə və ünsiyyətdə olmağa can atırdılar. Biz buna can atırıq. Birgə vaxt keçirtməyə. Birgə Allahın kəlamı üzərində öyrənməyə. Çünki Allah üçün yaşamağı seçmişik. Biz seçmişik. Ömrümüzü Allahla bərabər yaşayacağıq. Ona görə biz öz rahatlığımızı axtaranlar deyilik, Allahın bizə olan çağırışını həyatımız üçün rəhbər tuturuq. Ona görə öz istəklərimizi deyil, Allahın istəklərini əsasən ömür yaşamağa can atırıq. İstəyərdim bir ilahiçi John Piper'in sözlərinə müraciət edək. Baxın, görüncə maraqlı söz deyir bu. Məsihçi ilahiyyatçı çox maraqlı bir söz deyir John Piper, sevdiyim müəllifdir. O deyir, bizim məsihçi həyatın mahiyyəti bundan ibarətdir. Həyatımızı sevinc ilə Allaha tabe elətdiririk. Bu məcburi bir şey deyil, bu könüllüdür. Biz bunu istəyərək edirik, çünki bilirik ki, öz həyatımızı Allaha həsr edərək özümüzü təslim edirik onun xeyirxahlığına. Özünü təslim et Allahın xeyirxahlığına. Özünü təslim et Allahın sənə olan xoş niyyətinə. Özünü təslim et Allahın sənə olan məhəbbətinə. O məhəbbətdə qalasan. Allahın xeyirxahlığını görəsən. Rəbb Allah bunu istəyir və bütün müqəddəs kitab bu barədə bizi öyrədir. Ona görə Davud Zəburunda deyir, Allaha həsrət yollarını. 37-ci Zəburda deyir bunu. Allaha həsrət yolunu, ona güvən, o sənin üçün edəcəkdir. Maraqlı söz deyir. Özünü həsr et ki, Allah sənin həyatında fəal olsun. Allaha müraciət edəndə, ya Rəbb, sənin iradəni öz həyatımda olmasını, keçərli olmasını istəyirəm de. Onda Allah sənin üçün edəcəkdir. Allaha güvən, ona arxalan, ona etibar et. Onun sənə verdiyi tapşırıqları böyük bir həvəslə icra etmək üçün can at. Onda Davud deyir, Allah sənin üçün hər şey edəcək. Ona görə bütün müqəddəs kitab həsr olma barəsində danışır. Bizi öyrədir ki, biz ömrümüzü Allaha həsr etmiş insanlar kimi yaşayaq. Bilirsiniz, müqəddəs kitabda 31.102 ayə var. Onun 35-40%-i Allahın kimliyi və bizə olan münasibətidir.
Allah öz kimliyini bizə bütün müqəddəs kitab səhifələrində aşkar edir ki, biz kimə iman etdiyimizdə əmin olaq. Bixəbər olmayaq. Allah kimdir deyə biz bilək. Və biz müqəddəs kitabı oxuyanlar yaxşı bilirik Allah kimdir. Bol məhəbbətdir. Amen. O bol məhəbbətdir, sədaqətlidir, etibarlıdır. Ona güvənmək olar və bizdən öncə yaşayan peyğəmbərlər, salih insanlar bu barədə şahadət edirlər və onların şahadəti müqəddəs kitabda yazılıb ki, son zamana çatan bizlər onların şahadətinə etibar edərək Allaha güvənməyi bacaraq. 35-40% Allahın kimliyi barəsində bəhs edən müqəddəs kitab, 30-35% isə Allaha olan imanımız barəsində bəhs edir. Allah öz varlığını insanlara aşkar etdikdə insandan ən vacib olanı istəyir. Baxın, Allah təqdimatlar istəmir. Allah qurbanları istəmir. Allah itayətkar ürəyi istəyir. Və məntiqlə düşünəndə, əgər bir kəsin ürəyində Allaha itayət edən qəlbi yoxdursa, əgər öz ruhunu Allahın sözü ilə qidalandırmırsa, əgər Allahı öz canında müqəddəs tutaraq ona ehtiram göstərmirsə, onun təqdimatları kimədir? Və nə əhəmiyyəti var onun verdiyi qurbanlardan, gözəl avazla oxuduğu dualardan, müqəddəs kitabı əzbərdən bilərək başqalarına yol nəsihət verməkdən nə fayda var, əgər ürəyində bunu etmirsə? Allah bizim ürəyimizə diqqət yetirən Allahdır. Allah bizim ürək niyyətlərimizə baxır və bizdən istədiyi ona imandır. Baxın, İbranilər məktubu 12-ci fəsil 6-cı ayə bu barədə nə deyir? İman olmadan Allah'a razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, o var və onu axtaranlara mükafat verir. Maraqlıdır. İman barəsində necə də mühüm bir fikirdir. İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Yəni Allaha yaxınlaşan insan əgər Allah haqqında bir düşüncəsi, bir arzusu, istəyi varsa, Allah deyir, iman istəyirəm səndən. Təqdimatlar istəmirəm, mən sənin əlinə baxmıram. Dilinin ucunda olan gözəl səslənən sözlərə baxmıram, ürək niyyətinə baxanam və sənin ürəyində imanı istəyirəm. İman əvəz edilməzdir və bizim həyatımız üçün əhəmiyyətlidir. Başqa bir alternativ yol yoxdur. Allahın bizdən istədiyi budur, ona görə əvəz edilməzdir. Əhəmiyyətlidir, çünki dəyərlidir, vacibdir və önəmlidir. İman mövzuları diqqətə layiq olandır. Çünki iman etməyən insanın aqibəti qaçılmazdır. İman edən Allahın xeyirxahlığını öz həyatında görməyə bacaracaq və Allahdan zövq alacaq. İman etməyən isə nankor övladlar kimi Allahın xeyirxahlığını görəcək, amma ona dəyər verməyəcək. İman barəsində danışanda çox belə maraqlıdır. Yunan və İbrani dilində o sözlərin mənasına diqqət yetirdim və istədim onları sizinlə bölüşüm. Yunan dilində iman sözü sadəcə inanmaq deyil. Xatırlayırsınız, dəfələrlə bunu vurğulayıram bizim ibadətlərdə. İman sadəcə inanc deyil. O qədər inanclar var ki, insanlar hər şey inanmağa hazırdılar ki, öz istəkləri yerinə yetsin. İnam isə əminlikdir, etibardır, sadiqlikdir. Zehni razılaşma deyil, Allaha söykənən həyat mövqeyi və ona həsr olunmaqdır. Allah bu imanı bizdən istəyir. İbrani dilində baxanda iman sadəcə bir his deyil, duyğu deyil. O qədər bizim hisslərimiz və duyğularımız dəyişilir ki, yox. Kiməsə qarşı xoş niyyətli oluruq, hansı bir hərəkətini görəndə düşüncələrimiz dəyişilir, münasibət dəyişilir, duyğular dəyişilir. İman isə bir duyğu deyil. Allahın kim olduğuna dair möhkəm əminlikdir.
Allah kimdir? Allah bunu bizdən istəyir. Ona görə imanın izahında yenə də sədaqət, əmin olmaq, etibar etmək və ehtiram sözləri dayanır. Xatırlayırsınız, iman barəsində danışanda bu sözləri məhz buna görə dəfələrlə vurğulayıram ki, iman sözün tərkibində bu sözlər dayanır. Əminlik, etibar, sədaqət, ehtiram. Allaha əminlik, ona etibar və ehtiram ilə itayətə özünü göstərən həyat tərzidir. İman budur. Allah bu imanla ona yaxınlaşmağımı istəyir. Çünki yazılıb ki, bu Allahı razı salandır. Yəni Allah bizdən istədiyi budur. Ürəkdə yer alan ehtiram və onun kəlamına itayət. Ona görə bütün müqəddəs kitab boyunca Allah bir şey deyir bizə. Rəbb qurbandan çox itayəti sevir. Rəbb qurbandan çox itayəti sevir. İnsanların təqdimatlarında onun ehtiyacı yoxdur. Hər birimizdən gözlədiyi bu ki, biz öz ruhumuzda, ürəyimizdə Rəbbə ehtiram edib ona itayət göstərən insanlar olaq. Allaha yaxınlaşan şəxs o bilməlidir ki, Allah onun həyatında fəaldır. Nəinki haradasa göyün 7-ci qatında öz müqəddəsliyində oturan Allahdır. Eyni zamanda onu çağıran bəndələrin yanında durub onları büdrəməkdən qoruyandır. Allaha yaxınlaşan şəxs buna inanmalıdır. Çünki Allah deyir, var olan mənəm. Hər dəfə özünü peyğəmbərlərə və salih insanlara aşkar etdikdə onlara göndərdiyi mesaj budur. Var olan mənəm. Sən tək deyilsən. Səni öz başına və tənha buraxmayacağam. Səni heç bir şərt ilə tərk etməyəcəm. Allahım mənəm. Və əgər biri ürəyində ya Rəbb deyərək ona üst tutarsa, Rəbb deyir, sən salihsən. Sən salihsən, ürəyimə görə birisən. Əgər ürəyində Rəbbə tərəf dönərsə, müqəddəs kitab deyir ki, o mükafatını alacaq. Onun sadiqliyi, Allaha olan imanı cavabsız qalmayacaq. Çünki İsa Məsih aydın deyir, öyrədir. Məni axtaranlar məni tapacaqlar. Ona görə iman barəsində danışanda əminlik, etibar, ehtiram və itayət sözləri xüsusi bir yer alır və onların cəmində həsr olunmuş həyatdır. Allaha yaxınlaşan şəxs Allaha həsr olunmuş həyatını yaşayır. Bütün müqəddəs kitab bizə bu barədə öyrədir. Və biz ötən illərdə bu mövzulara toxunurduq. Çünki burada bizim həyatımız təşkil olunur. Və qarşımızda gələn 26-cı ilə minnətdarlıqla Allaha baxaraq və deyirik ki, qarşımıza bir il dayanıb, biz yenə də Allahın kəlamından qidalanacağıq. Və biz Allaha əmin olmaq, Allaha etibar etmək, Allaha ehtiramla yaxınlaşıb onun kəlamına itayət göstərməyin nə olduğunu öyrənməyə davam edəcəyik. Bu bir neçə cümləni istəyərdim ki, dinləyəsiniz. İman Allaha həsr olunmanın əsasını qoyur. Həsr olunma isə imanın görünən və yaşanan formasıdır. Bu cümlələr aydındır. İman Allaha həsr olmanın əsasını qoyandır. İman olmadan Allahı razı salmaq mümkün deyil. Allah haqqında düşünmək belə mümkün deyil. İnsan Allah haqqında düşünəndə öz xəyallarında yaratdığı Allah barəsində düşünür. İman isə onun kəlamını qəbul etməyə və o kəlamda aşkar edilən Allaha tərəf dönməyə səbəbdir. Həsr olunma imanın göstərən və yaşanan formasıdır. Haçan insan öz ürəyini, həyatını Allaha həsr edir. Həsr olunma artıq özümə yox, Allaha məxsusam deməkdir. Və bu bizim şüarımızdır. Biz Məsih İsa'ya iman edənlər bu sözləri özümüz üçün rəhbər tutub və deyirik, mən özümə məxsus deyiləm. Mən Allaha məxsusam. O mənə həyat verənimdir. O məni qüvvətləndirəndir. Məni bərəkətləndirəndir. Mənim qayğıma qalandır. O mənim Allahımdır.
ona görə ona səcdə edəcəm. Ona görə Allahdan zövq alacam. Ona görə Allahın xeyirxah işlərini öz həyatımda tanıyacam və onun yaxşılığı barəsində bəyan edəcəm. Qoy mənim xalqım bilsin. Qoy eşitməyənlər eşitsin. Rəbb vəfalı və sadiqdir. İman ürəkdə başlayır. Həsr olunma isə iman edənin həyatında görsənməyə başlayır. Sonda istəyərdim Paul Trippin bir sözlərinə müraciət edək. Çox maraqlı bir ifadəsi var onun. O kitabdandır, o Təhlükəli Çağırış adında Allaha xidmət edənlər üçün yazdığı bir kitabdır. Orada bir maraqlı bir cümlə var. Allah sənin etdiklərinlə deyil, etdiklərinin arxasındakı ürəyinə daha çox maraqlanır. Maraqlı fikirdir. Allah sənin etdiklərinlə deyil, etdiklərin arxasında ürəyinlə daha çox maraqlanır. Ürək niyyətinlə maraqlanır. Niyə? Nə üçün? Nə məqsədlə? Allah ürək niyyətlərimizlə maraqlanır ki, bizim ürək niyyətlərimizi pis istəklərdən azad etsin, saflaşdırsın. Nə qədər insanlar var ki, xoş sözlər arxasında öz xudbin etirazlarını həyata keçirmək istəyirlər. Öz arzularını fərqli sözlərlə nümayiş etdirirlər. Allah isə bizim ürək niyyətlərimizi dəyişdirmək istəyir, təmizləmək istəyir. Xidmət doğru görünə bilər, qurbanlar çox ola bilər. Amma əgər bunları edən ürəyi itayətli və səmimiyyətli deyilsə, Allah üçün dəyərini itirmiş olur. Maraqlı və ciddi olan bir cümlə. Xidmət doğru görsənə bilər. Gördüyün işlər yaxşı ola bilər. Allah naminə təqdim etdiyi qurbanlar ola bilər. Amma əgər bunların arxasında ürəyində itayət və səmimilik yoxdursa, əgər bu etdiyin işlərin arxasında ürəyində itayət və Allah ilə münasibətdə səmimiyyət yoxdursa, Paul Tripp bunu deyir. Allah üçün bunlar öz dəyərlərini itirmiş olur. Gəlin ən doğrunu seçməyi bacaraq. Ən doğru seçim Allah ilə dualarında səmimi ol. Açıq dualarını et. Özünü gizlədən, gördüyün səhv işlərə görə bəraət verən olma. Səhvlərinə görə tövbə edən, onları özündən kənara atan olanlara qoşul. Allaha dualarını et və etdiyin işlərdə niyyətini yoxla. Özünə bu sualları ver. Nə üçün? Nə məqsədlə? Qoy Rəbb bizə xeyir dua versin. İl boyu biz bu barədə danışacağıq. İl boyu biz öyrənməyə davam edəcəyik. Və Rəbbin yaxşı işlərini öz həyatımızda tanımağa davam edəcəyik. Məncə bu ən gözəl keyfiyyətlərdən biridir. Allahın sizin həyatınızda gördüyü yaxşı işləri tanımaq.